Doktor axşamınız xeyir. Salam axşam. Hardan zəng eləmisiz? Hafta. Hə, gözəlim Ağsudan. Elə Ağsunun perivallarından danışırdıq. De. Bəli. Doktor, məndə güldü xolesterin var. Onun qarşı necə çare eləmək olar? Neçədir xolesterini? 300. 300. Çəki nə qədərdir? Bir də Çəkin. çəki 92 kilo. 80 kilo. 92 kilo. 92. Boyu nə qədərdir? O da 75. Aha. Trigliseridi də yoxlatmışsınız qanda yağlılığı? Bir də Qanda yağlılığı xolesterinlə bərabər sonra trigliserid deyilən bir analiz var. Onu yoxlatmışsınız yoxsa yox? elə xolesterin deyirəm də, xolesterin deyirəm mən. Mən trigliserid soruşuram da, qulaq asmışsın. Yaxşı oldu. Oldu, çox sağ olun. Minnətdaram sualınıza görə. Xolesterini salmaq üçün nə etmək lazımdır qanda? Mən izləyicimiz məni düzgün tuta bilmədi. Orada əksərən xolesterinlə yanaşı trigliserid də yoxlanır. Trigliserid də qanda yağlılığı göstərir. Yəni onlar çox vaxtı yanaşı yoxlanılır. Xolesterini salmaq üçün sizə resept deyirəm. Bunları qaydasında elə ki, hər gün səhər-səhər götürürsünüz bir çay qaşığı zəncəfil, bir çay qaşığı darçın, bir çay qaşığı kurkumin, yəni sarı köy tozu və bir çimdik qara biber, olmasa da olar. Adamlar var ki, biraz mədəsi həssasdır. Sonra bir xörək qaşığı bal, bir stəkan suda həll edirsiniz. Bir limonu da şirəsinin üstünə sıxırsınız, qəbul edirsiniz. Bir aydan sonra yoxladım, çox fərqli bir nəticə alınacaq. İndi rayon yerində bunun hamısı var, tapa bilməsən, götürürsən bir xörək qaşığı tut bəhməzi, yəni doşab, bəzi rayonlarımızda doşab deyilir. Bir stəkana tökürsən, üzərinə bir limonun şirəsini sıxırsan və isti su əlavə edirsən, qarışdırırsan, gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl qəbul edirsən və sağ böyür üstə uzanırsan. Həm öd qovucudur, qaracərini təmizləyir, həm də qanda xolesterinin miqdarını qaydaya salır. Çox sağ olun, sualınıza görə minnətdaram.